Tofiq Yaqublu artıq 40 gündür ki, aclıq aksiyası keçirir öz həbsinə etiraz olaraq və 40 gün elə bir müddətdir ki, bilmirsən Tofiq bəy sabah sağ çıxacaq və yaxud yox. Günlərdir ki, Tofiq bəyin hamilə qızı öz ailəsi ilə bir yerdə müalicə müəssisəsinin önündə səhərdən axşama kimi durur və tələb edir ki, həkimi Tofiq bəyin yanına buraxsınlar, amma bu baş vermir. Mən də sizə Tofiq bəyin qızının yazdığı statusu oxuyacağam. Yenə müəssisə önündəyik. Atanın vəziyyəti olduqca çox kritikdir. Hər an ata komaya düşə bilər və bu koma onun həyatının sonu olar. Atam ölür. Atamla bərabər mən də ölürəm. Bu günlərdə keçirdiyim bu qədər stresslər körpəmi itirmək təhlükəsi belə yaradıb. İndi həm atamı, həm də körpəmi itirə bilərəm. Mənə nəsə olsa məni xəstəxanaya çatdıra bilərlər. Amma atama nəsə olsa, onun həkimi Adil Qeybullah yanında ola bilmədiyi üçün onu itirə bilərik. Nə qədər ki, Tofiq Yaqublunun nəfəsi gəlir, onu xilas etmək üçün həkimini yanına buraxın. Öldürməyin atamı.